Hava soyuqdur. Suyu da isidə bilmirəm. Xəstələnmə qorxusu var. Bu halda təyammüm ala bilərəm? Əgər havanın soyuqluğunu, eləcə də xəstələnmə ehtimalını nəzərə alıb insan təyammüm etmək istəyirsə, bu icazəlidir, təyammüm edə bilər. Və insanı məcbur edə bilməzsən ki, yox, mütləq su varsa dəstəmaz almalısın. Necə ki, hədisdə, sabit səhih hədisdə gəlir ki, Peyğəmbər s.ə.v-in səhabələri bir neçəsi səfərlərin birində boynuna qüsul düşmüş bir səhabəyə tövsiyə edirlər ki, qüsul alsın. Və bəziləri də deyir ki, təyammüm alsın. Və səhabənin də yarası olduğu üçün başında qüsul alandan sonra vəfat edir. Və Peyğəmbər s.ə.və xəbər çatanda deyir ki, Allah bunları öldürsün, kişini öldürdülər. Cahilliyin, yəni cahilliyi Peyğəmbər s.ə.v xəstəliyi adlandırır. Deyir ki, cahillik xəstəliyinin dərmanı soruşmaqdır. Soruşsaydılar, yəni bilərdilər, təyammüm etsəydi kifayət idi. Ona görə insan əgər xəstələnmə qorxusu varsa və hava şəraitinə görə qorxursa ki, xəstələnər və ya ehtimal edir ki, xəstələnər, təyammüm edə bilər. Hətta su olsa belə.